Salam, hər vaxtınız xeyir dəyərli abituriyentlər, əziz izləyicilərimiz, hər birinizi xoş gördük. Kanalımda bugün dərsimi sırf abituriyentlər üzərində qurmuşam. Çoxdan da sizlər üçün video paylaşmırdım. Görüntülü, daha doğrusu yəni canlı dərsimiz mütləq olacaq. Düşünməyin ki, onu unutmamışam. O dərsimizi planlaşdırıram. Sadəcə olaraq fiziki coğrafi rayonlar mövzusu biraz uzun mövzudur, böyük mövzudur. Bu mövzunu fikirləşdim ki, öncədən izahlarını verim, hətta testlərin izahına belə, yəni yer ayıracağım bu mövzunun. Mütləq də bilirik ki, Azərbaycan bölməsindən Azərbaycana aid 9 sual düşür, ən az 8-9 sual mütləq düşür. İstər məsələ həll olsun, istər mövzulardan olsun. Fiziki rayonlaşmaya da xüsusi yer ayrılır, iqtisadi və fiziki rayonlara xüsusi yer ayrılır, özünüz bilirsiniz. Mütləq bu mövzuları diqqətlə izləməlisiniz, öyrənməlisiniz. Nəyi anlamazsanız, nəyi başa düşməsəniz, təbii ki, soruşun, yazın mənə şərhləri, özünüz bilirsiniz ki, bütün şərhləri mən cavablandırıram. Hansısa bir şərh yoxdur ki, mən onu cavablandırmayam. Keçək dərsimizə uşaqlar. Fiziki coğrafi rayonlar deməli, hansı xüsusiyyətlərə görə bölünür, ümumiyyətlə nəyə görə rayonlara ayrılır? İqlim, relyef, geoloji quruluş, təbii landşaftın oxşarlığına görə qruplaşdırılır və ərazi vahidləri olan rayonlara bölünür. Məhz bu coğrafi rayonlaşma adlanır, fiziki coğrafi rayonlaşma. Yəni fiziki coğrafi rayonlaşma deyəndə bizə siyasi inzibati bölgü heç bir dəxli olmayan bir mövzudur. Yəni burada siyasi inzibati bölgü ilə əlaqəsi yoxdur. Sırf sərhədlər daxilindədir, müəyyən təbii sərhədlər daxilindədir. Fiziki xüsusiyyətlər yəni nəzərə alınır. Burada iqtisadi, siyasi bölgü ilə əlaqəsi yoxdur. Bu mövzunun rayonlaşma vahidləri deyəndə ölkə, vilayət, yarım vilayət və rayonlara bölünür. Yəni bu 4 istiqamətdə aparılır. Mütləq bunu yadınızda saxlayırsınız. Ölkə, vilayət, yarım vilayət və rayon. Azərbaycan iki fiziki ölkənin, iki fiziki coğrafi ölkə, Qafqaz və Ön Asiya ölkələri daxilində yerləşir və bu ölkə daxilində 5 fiziki coğrafi vilayət ayrılır. Hansı vilayətlərdə uşaqlar? Böyük Qafqaz, Kiçik Qafqaz, Kür, Lənkəran və Orta Araz. Burada diqqət eləsək, bütün hamısı Qafqaz ölkəsinə aiddir. Bir dənə Orta Araz, yəni Naxçıvan hissəsi, ora Ön Asiya deməli ölkəsinə aid ediləcək uşaqlar. Bunu unutmuruq, diqqət edirik. Deməli, Böyük Qafqaz, Kiçik Qafqaz, Kür, Lənkəran, bunlar hamısı Qafqaz ölkəsi. Orta Araz isə Ön Asiya ölkəsinə daxil oldu. Bir də bunlardan uşaqlar Orta Araz və Lənkərandan başqa hamısı yarım vilayətlərə bölünür. Vilayət və yarım vilayətlər daxilində 19 fiziki coğrafi rayon ayrılır. Gəlin indi həmin fiziki rayonlarla tanış olaq. Deməli, fiziki coğrafi vilayətlər dedik ki, Böyük Qafqaz, Kürçökəkli, Kiçik Qafqaz, Lənkəran və Orta Araz. Burada bayaq ki, həmin Orta Arazdır ki, bu dedik ki, Ön Asiyadır, qalanlar Qafqaz ölkəsidir və Orta Arazla Lənkəran ikisi yarım vilayətə bölünmür, digərləri bölünür. Deməli, Böyük Qafqaz vilayəti ilə gəlin tanış olaq. Böyük Qafqaz ümumilikdə danışacağım burada. Sonra hər biri haqqında ayrı-ayrılıqda məlumat verəcək, bütün yarım vilayətlər haqqında. Deməli, Böyük Qafqaz Azərbaycan şimal-şərq hissəsini əhatə edir. Bu vilayət Xəzər sahillərindən mütləq yüksəkliyi 4466 metr. Bilir ki, Xəzər dənizi də -27 metrdən götürülür. Deməli, bu ərazinin, bu vilayətin ən dərin nöqtəsi -27 metr götürüləcək. Ən hündür nöqtə isə Bazar düzü zirvəsi 4466 metr götürüləcək. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Bilirsiniz ki, Baş Qafqaz silsiləsi təxmini bax bu ərazidə yerləşir. Əsas hissəni, geniş hissəni Baş Qafqaz silsiləsi tutur. Orasını mütləq qeyd eləməliyik. Daha sonra bu vilayətdə deyəcək ki, zəngin, yəni faydalı qazıntı olaraq, əsas faydalı qazıntıları buranın neft var, qaz var, yanar şist var, polimetal var. Bu yataqların, yəni ki, çoxsunun adlarını bilirsiniz. Yataqların adları mütləq önəmlidir. Mütləq tez-tez düşür bu suallardan. Neft, qaz ehtiyatımız hardadır və yaxud da yanar şist, İsmaili, Qobustan ərazisində polimetal deyəndə Zaqatala, Laçda, Balakən, Zaqatala rayonlarının ərazisində neft, qaz, Abşeron, Qobustanda var, Siyəzəndə var və s. Yəni bu vilayət daxilindən söhbət gedir. Sonra Böyük Qafqaz vilayəti həm də Azərbaycanın şimal-şərq hissəsini əhatə edir, bu hissəni əhatə edir, şimal-şərqini və biz bilirik ki, uşaqlar, burada olan demək olar ki, yəni yarım səhradan, yarım səhra qurçöldən başlasaq, dağ tundra iqliminə qədər bütün iqlim tipləri var. Böyük Qafqazın hündürlüyü, yəni dəniz səviyyəsindən 4466 metrə başladığı üçün bu ərazidə deməli həm yarım səhra qurçölü iqlimi var, həm də dağ tundra iqlimi, yəni ora qədər bütün iqlim tiplərinə rast gəlir. Amma belə bir cavab olsa ki, uşaqlar variantlarda Azərbaycan bütün iqlim tiplərinə Böyük Qafqaz dağlarına rast gəlir. Azərbaycanda yayılan bütün iqlim tiplərinə böyük. Xeyr, Naxçıvanda olan yay quraq keçən soyuq iqlim məsələn Böyük Qafqazda yoxdur.
Amma yəni o sözü deyə bilmərik ki, Azərbaycanda bütün hər yerində olan iqlimlər, iqlim tiplərinə rast gəlinir. Xeyr, rast gəlmir. Və yaxud da ki, yarım səhranın qışı soyuq keçən variantı, yəni qışı soyuq keçən yarım səhra ancaq Naxçıvandadır, Böyük Qafqazda, amma qışı mülayim keçən yarım səhra variantı var. Abşeron Qobustanda. Yəni onun aid edə bilmərik. Bütün deyə bilmərik. Amma yəni yüksəklikdən, yəni daha doğrusu yarımsəhər quru-çöldən dağ tundraya qədər və yaxud da düzənlikdən dağlığa doğru, yüksək dağlığa doğru bütün iqlim tipləri var, formalaşır və orta temperatur məsəl üçün deyə bilərik ki, 0-14 dərəcə arasında dəyişir. O demək deyil ki, burada mənfi temperatur olmur. Təbii ki, olur. Sadəcə orta rəqəmdir bu. Yağıntıların miqdarı da 100 mm-dən, yəni yarım səhradan 100 mm-dən 1600-ə qədər Böyük Qafqazın orta dağlığı cənub hissəsinə bilirik ki, yağıntının miqdarı ən maksimum düşür, 1600 mm düşür. Bir də ən az nöqtə də Buta məntəqəsi bilirik ki, o da yenə Abşeron Qobustan, daha doğrusu Böyük Qafqaz vilayətinə aiddir. Yəni Abşeron Qobustanda yerləşsə də Böyük Qafqaz vilayətinə aiddir. Böyük Qafqaz sıx çay şəbəkəsinə malikdir. Çayların əksəriyyəti uşaqlar öz başlanğıcı Böyük Qafqaz silsiləsində baş suarıcı silsilədən başlasa da, yəni bəzi hissəsi var ki, birbaşa Xəzər dənizinə tökülür. Bəzi hissəsi var ki, deməli, kürə tökülərək kür vasitəsilə Xəzər dənizinə, yəni birbaşa Xəzər dənizinə tökülənlər də var, kür vasitəsilə də Xəzər dənizinə tökülənlər var. Ayrı-ayrı da keçək indi yarım vilayətlərə. Məsəl üçün Samur, Dəvəçi ovalığı və yaxud da Samur, Dəvəçi vilayəti. Baxaq görək burada bunun haqqında nə deyə bilərik uşaqlar. Bu ərazidə ümumiyyətcə Samur, Dəvəçi deyəndə biz intrazonal landşaftı ilk, yəni gözümüzün önünə gətirənik. Yəni torpaq örtüyü deyəndə burada intrazonal landşaftı nə idi? İntrazonal, yəni landşaftın pozulmasıdır bir növ desək. Yəni o ərazi üçün uyğun olmayan landşaft tipinin yayılmasıdır və ona uyğun da torpağın formalaşmasıdır. Deməli, burada bilirik ki, şirin quruntuları səthə çıxır, düzən meşələri yaradır. Ona görə intrazonal landşaft deyəcək və torpağı çəmən meşədir. İntrazonal landşaft xatırlayaq görək, yalnız Samur, Dəvəçiyə aidmi deyəcək? Xeyr, Samur, Dəvəçi, Qonaqkənd, daha doğrusu Qanğayırçay və Lənkəranda da intrazonal landşaftda, bir də Kürqırağı, Toğay meşələrinə də rast gəlinir. Bu da intrazonal landşaft adlanır. Torpağı çəmən meşədir dedik. İqlim bu hissədə iqlimini mütləq bilməliyik. İqlimi yarım səhra quru çöldür. Bilirik ki, faydalı qazıntılardan neft ehtiyatları ilə zəngindir. Çünki Silezyan bu əraziyə düşür. Daha sonra uşaqlar ön Qafqaz tektonik çökməsi yerləşir. Burada bilirik ki, Samur, Dəvəçidir, Şollar düzüdür. Bunlar ön Qafqaz tektonik çökməsində yerləşir. Böyük Qafqazın şimal-şərq hissəsindən birbaşa Xəzərə tökülən, özdə buzlaqla qidalanan çaylar var. Burada Qusar, Qudyal, Samur, Qusar, Qudyal çayları burada yerləşir. Vəlvələ var, Qaraçay var. Hansı ölkə ilə həmsərhəddir? Bilirik ki, şimaldan Rusiya ilə həmsərhəddir, şərqdən isə Xəzər dənizi ilə həmsərhəddir. Xəzər dənizi vasitəsilə sərhədlənir və ona görə də Xəzər sahilində yerləşdiyinə görə də okean səviyyəsindən aşağıda yerləşir. Okean səviyyəsindən -27 metr aşağıda yerləşir. Burada bir dənə laqun mənşəli göl var və yaxud da liman mənşəli də deyirlər. Ağzı bir çala. Buna da əminəm ki, hər biriniz bilirsiniz. Ağzı bir çala gölü, laqun mənşəli, liman mənşəli göldür. Və sonra və əsas məsələdə ki, 4-cü dövr suxurlardan hansı suxurlara rast gəlinir? Suxurlar düzənlikdə yerləşdiyi üçün burada 4-cü dövrün suxurlarına rast gəlinir uşaqlar. Deməli, nə dedik burada? İqlimi yarım səhra quru çöldür. Torpağı deməli olacaq çəmən meşə torpağı, intrazonal landşaftı ona görə də. Daha sonra ön Qafqaz tektonik çökməsində yerləşdi dedik. Rusiya ilə sərhəddədir. Sağdan Xəzər dənizi ilə suxurlarda Kaynezoyun 4-cü dövr cavan suxurlardır. Yəni burada Xəzərin sahilində yerləşir deyə cavan suxurlardır. Kaynezoy dövrünün suxurlarıdır. Ağzı bir çala gölündən danışdıq və çaylarından da danışdıq. Bunları da bilirik. Növbəti fiziki rayonumuz uşaqlar olacaq Qonaqkənd. Deməli, Qonaqkənd haqqında nə deyə bilərik biz? Dağlıq ərazidir. Fiziki rayon olaraq dağlıqdır. Bir də Qonaqkəndin ilk xüsusiyyətini deyim ki, Qonaqkənd fiziki rayonu digər fiziki rayonların hamısı ilə sərhəddədir. Topluda da sual var. Hansı fiziki rayondur ki, digərləri ilə sərhəddə yerləşir? Hamısı ilə sərhəddə yerləşir. Qonaqkənd fiziki rayonu həm Samur, Dəvəçinin, Dağlıq, Şirvana, Abşeron, Qobustan və Zaqatalacının hamısı ilə birlikdə sərhəddədir. Relyefi necə oldu uşaqlar? Relyefi dağlıqdır. Hansı ölkə ilə sərhəddədir? Bu da fiziki coğrafi rayon olaraq Rusiya ilə sərhəddədir. Və çox hissəsi dağ meşədir. Landşaftını yadınızda saxlayın. Landşaft dağ meşədir. Dağ meşələrlə örtülübdür. Torpağı isə meşəmizin torpağı nə olacaq? Dağ meşə torpaqları, torpaqlar mövzusunda bunu yəqin ki keçmişsiniz. Torpaqları qəhvəyi və qonur torpaqlardır.
Daha sonra dağ meşədən yuxarıda dağ-çəmən yayılıbdır. Dağ-çəmən torpağı var, çimli, torflu, ibtidai torpaqlar var və bu ərazilər təbii ki, uşaqlar, isti ərazilər demişəm ki, qış otlağı kimi istifadə olunur. Soyuq ərazilər isə yay otlaqları kimi istifadə olunur. Dağlıq ərazidə, dağ-çəmən qurşağında heç bir təsərrüfatdan, ancaq otlaq təsərrüfatdan istifadə olunur. Yəni orada əkinçilikdən istifadə edilə bilməz. Kənd təsərrüfatında ancaq otlaq təsərrüfatdan istifadə olunur. İqlimi desək uşaqlar, mülayim istidən tutmur. Dağ tundraya qədər bir çox iqlim tipləri yayılıbdır. Burada artıq yarım səhra demədik. Gördüyünüz kimi mülayim istidən dağ tundraya qədər hamısı var. Qusar maili düzənliyində yağıntılar bərabər paylanan mülayim isti iqlim var. Bilir ki, baxın bu istiqamətdə, bu hissədə qusar maili düzənliyində yağıntılar bərabər paylanan mülayim isti iqlim var. Yan silsilədə isə qışı quraq keçən soyuq iqlim var. Yəni hündür dağlarda ümumiyyətcə qışı quraq keçən soyuq iqlim, dağ tundra 2700 metrdən sonra dağ tundra iqlimi bilir ki, formalaşır bu ərazilərdə. Sonra dağlıq rayonda deyə suxurları nə olacaq? Dağlıq ərazilərdə suxurlar Yura və Tabaşir dövrünün suxurlara üstünlük təşkil edir. Deməli uşaqlar, bunu əsas bilməliyik ki, Böyük Qafqazda və Kiçik Qafqazda, orta və yüksək dağlıqda bəli, Yura Təbaşir dövrünün suxurlarıdır. Sadəcə olaraq bu fərqlilik nədən ibarətdir? Böyük Qafqaz dağlarda yuxarıda Yura dövrüdür, aşağı orta dağlıqda Təbaşirdir. Amma Kiçik Qafqaz dağlarında əksinə götürəcəksiniz. Yuxarıda Təbaşir, aşağıda, yəni orta dağlıqda Yura dövrünün suxurları. Bunu uşaqlara necə öyrədirəm? Təsəvvür ki, Böyük Qafqaz dağlarıdır. Yuxarı sözünü yadınızda saxlayın. Yuxarıda Yura, orta dağlıqda olacaq Təbaşir. Bu Böyük Qafqaz dağlarına xüsusiyyət odur ki, yuxarıda Yura, ikisi də Y ilə başlayır, ortada Təbaşir dövrü, ancaq Kiçik Qafqaz dağlarında əksinədir. Yuxarıda Təbaşir, orta dağlıqda isə Yura dövrünün suxurları vardır və 2700-dən yuxarıda dedik ki, dağ tundra iqlimi var. Böyük Şahdağ Milli Parkı məhz buranın ərazisində yerləşir. Şahdağ Milli Parkı bura düşür, bu əraziyə düşür. Deməli, xüsusiyyətlərini bir də gözdən keçirdək. Dedik ki, relyefi dağlıqdır, dağlıq relyefdir. Digər fiziki rayonların hamısı ilə sərhəddə yerləşir. Ölkə olaraq Rusiya ilə həm sərhəddir, yəni sərhəddə yerləşir. Deməli, dağlıq olduğu üçün dağ meşələri var. Dağ meşənin torpağı təbii ki, qəhvəyi qonur torpaqlardır. Daha sonra dağ-çəmən var. Dağ-çəməndən yuxarıda ümumiyyətcə, yəni dağ-çəmən landşaftında torpağı çimli, torflu torpaqlardır, ibtidai torpaqlardır. Və dağ-çəmənə yay otlağı kimi dedik istifadə olunur. Çünki soyuq ərazilərdə yay nisbətən isti keçir deyə, mülayim keçir deyə. Orada yay otlaqlardır uşaqlar. Siz düşünün, dağ-çəməndə o boyda soyuq ərazidə 2700 metr hündürlükdə məsəl üçün gedib hansısa bir deyək ki, əkinçiliklə məşğul ola bilməzsiniz və yaxud da qış aylarında gedib orada hansısa bir otlaqla məşğul ola bilməzsiniz. Tam buz bağlamış olur, həmin ərazilər soyuq olur. Ona görə də yay otlağı kimi istifadə edirlər. Yay aylarını gözləyirlər ki, biraz heç olmasa hava isinsin, otlaqlar çıxsın və yay otlağı kimi istifadə olunsun. Dedik, hansı iqlim tipləri var? Mülayim istidən tutmuş dağ tundraya qədər bir çox iqlim tipi yayılmışdı bu ərazidə. Sonra qusar maili düzənliyində də dedik, yağıntılar bərabər paylanan mülayim isti iqlim var. Sonra qışı quraq keçən soyuq iqlim var və 2700-dən yuxarıda da dağ tundra var. Yan silsilədə qışı quraq keçən soyuq iqlim mövcuddur. Sonra dağlıq rayondur. Dağlıq rayon olduğu üçün də biz dedik ki, hansı suxurlar var burada? Yura və Təbaşir. Yuxarıda Yura, orta dağlıqda isə Təbaşirdir. Ümumiyyətcə Qonaqkənd, yəni dağlıq olduğu üçün həm Yura, həm Təbaşir dövrünün suxurları var. Burada gördüyünüz kimi çökmə suxur demirik. Əsasən Yura və Təbaşir suxurları vardır və Şahdağ Milli Parkı bu əraziyə düşür. Keçək indi uşaqlar növbəti fiziki rayonumuza, yəni Zaqatala, Lahıca. Zaqatala, Lahıcda yenə digərləri kimi, bax Samur Dəvəçdə də, Qonaqkənddə də dedik, Zaqatala, Lahıcda da deyirik bunu, Rusiya ilə sərhəddə yerləşir. Xüsusiyyətləri nədir? Relyefi buranın da dağlıq relyefdir. Bax Samur Dəvəçdə dedik düzənlikdir, Qonaqkənddə və Zaqatala, Lahıcda dedik ki, dağlıq relyefdir. Yəni Zaqatala, Lahıc üçün nə dediksə, Qonaqkəndə də həmin şeylərin bir çoxu keçərlidir. Demirəm hamısı keçərlidir, amma bir çoxu keçərlidir. İqlimi olacaq, yağıntılar bərabər paylanan mülayim isti iqlim, il boyu bol yağıntılı soyuq və nəzərinizə çatdırım ki, il boyu bol yağıntılı soyuq yalnız Böyük Qafqaz dağlarındadır, məhz bu ərazidədir. Amma yağıntıları bərabər paylanan mülayim isti iqlim həm də Talış dağlarında var. Sırf bu ərazi üçün xarakterik deyil. Amma iqlimi nə oldu uşaqlar? 2 dənə bərabər yağıntılı var, bol yağıntılı var, bir də dağ tundra var. Yəni yağıntıları bərabər paylanan mülayim isti iqlim var, il boyu bol yağıntılı soyuq və dağ tundra iqlimi var. Qonaqkənddə də yenə həmçinin dağ tundra iqlimi var idi. Daha sonra uşaqlar orta dağlıqda meşə landşaftı var. Meşənin də torpağı nə olacaq? Konkret, artıq bu dəyişməzdir. Meşə torpaqları 2 yerə bölündü. Qəhvəyi özünüzdə mütləq qeydiyyatlar aparın və qonur. Ondan yuxarıda isə qonur torpaqlardır.
qəhvəyi və qonur torpaqlar, bu meşə torpaqlarıdır. Yüksək dağlıqda isə dağ-çəmən torpaqlarıdır. Çəmən torpaqlarında landşaftın, daha doğrusu landşaftın torpaqları nə olacaq? Torflu, çimli torflu ibtidaidir. Burada yenə də dağ-çəmən landşaftı olduğu üçün yenə də yay otlaqları kimi istifadə olunur. Gördüyünüz kimi Zaqatala, Lahıc və Qonaqkənd bir-birlərinə çox oxşadır. Sadəcə iqlimində biraz fərqlilik var ki, onu da qeyd eləmiş olduq. Dərsimizə xahiş edirəm diqqətli şəkildə qulaq asın. Sıxıntılı formada qulaq asmayın. Yəni düşünün ki, məsəl üçün bu bir neçə dəqiqənin sonunda biz nə isə əldə etmiş olacağıq və test toplusunun demək olar ki, bütün suallarını cavablandıra biləcəyik. Yəni bu mövzu ilə bağlı bütün suallarını cavablandıra biləcəyik. Orasını düşünün və hər şey yaxşı olacaq. Deməli, Zaqatala, Lahıc, siz nəyə görə deyirəm bu mövzunu? Çünki uşaqların hamısı birinci başlayanda fiziki rayonlardan zəhləsi gedir. Sonra başlayır testləri işləyəndə görür ki, fiziki rayonlar qədər asan bir mövzu yox imiş. Çünki bir-birlərini, yəni çıxma yolu ilə variantlar o qədər bir-birlərini gətirir ki, yəni bir şey öyrənirsən, bütün demək olar ki, fiziki rayonların bir çoxunda istifadə edə bilirsən. O baxımdan çox bir-birləri ilə əlaqəlidir deyə çox asandır. Və deməli, Zaqatala, Lahıcda dedik ki, burada ən çox da yadınızda saxlayın. Zaqatala, Lahıcda bu hissədə olan çaylar, çayları məsələn Şin çaydır, Kiş çaydır, Kürmük çaydır, bunlar daşlı palçıqlı sellər yaradır. Bax, palçıqlı sellər var, bir də daşlı palçıqlı sellər var. Palçıqlı sellər deyəndə məsələn Abşeron, Qobustan çaylarını deyə bilərsən, amma daşlı bir də Naxçıvan çayları. Amma daşlı palçıqlı sellər deyəndə əsasən Zaqatala, Lahıcın çaylarını götürəcəyik. Daşlı palçıqlı sellər yaradır və çaylar əsasən, həmin o çaylar əsasən yeraltı sularla qidalanır. Sonra deməli bu fiziki coğrafi rayonu, yəni bu ərazidə yerləşir. Uşaqlar qoruqları, Zaqatala qoruğu var, Qaxda İlisu qoruğu var. Bunları keçənlər bilir. Və torpağı yenə də dağlıq olduğu üçün Yura və Təbaşir yaşlı suxurlar. Burada ən çox torpaq deyirəm, daha doğrusu suxurları. Yura, Təbaşir yaşlı suxurlar üstünlük təşkil edir. Ən çox yağıntı Azərbaycanın ikinci yerdə, ən çox yağıntı Lənkərandan sonra bu əraziyə düşür, ən çox bu fiziki coğrafi rayona düşür, bilirik ki. Və Azərbaycanda polimetal yatağı, bayaqları ümumi Böyük Qafqaz dağları haqqında danışanda dedim ki, polimetal filiz yatağı da məhz Böyük Qafqazdadır. Böyük Qafqazda yeganə polimetal yatağı məhz buradadır. Filiz çay, Katex çay, Kastaq, Mazım çay, yəni Zaqatala, Balakyan rayonlarının ərazisində yerləşir. Bu da oldu Zaqatala, Lahıc haqqında məlumatımız. Deməli, Zaqatala, Lahıcla gördüyünüz kimi Qonaqkənd bir-birlərinə çox oxşadır. Dağlıq olduğu üçün eyni suxurdur, eyni iqlimdir və yaxud da ki, eyni torpaqdır. Yay otlağıdır, hər ikisinə dedik. Yəni, yay otlağı var bu ərazilərdə. Daha sonra nə dedik? Oxşarlıq əsas, bir də ki, Rusiya ilə sərhəddədir. O da onların hər ikisi üçün oxşar olan xüsusiyyətlərdir. Bu da belə getdi. Sonra Dağlıq Şirvana baxaq. Daha doğrusu növbəti fiziki rayonumuz bəli, Şamaxı, Dağlıq Şirvandır. Baxaq, burada nə deyə biləcəyik uşaqlar? Burada gördüyünüz kimi bayaqları şimal-şərq hissədə dedik. Məsəl üçün Samur Dəvəçi şimal-şərqində yerləşir, amma Şirvan, Dağlıq Şirvan isə cənub-şərq hissəsinə, cənub-şərq yamacına uyğun gəlir. Burada iqlimi olacaq yay quraq keçən mülayim istiqlim. Yay quraq keçən mülayim istiqlim. Sonra faydalı qazıntıları, bayaq dedik, Qobustan İsmail arasında yanar şist ehtiyatları var. Ona görə bunu deyəcəyik. Sonra torpaqlarına baxaq. Torpaqları şabalıdır. Qəhvəyi dağ meşə torpağı var. Qonur dağ meşə torpağı var. Dağ çəmən torpaqları var. Bunlar bir-birlərinə əvəz edir. Dağ çəmən daha yuxarıdadır. Bu da yəni sırf dağlıqdır deyə bilmərik. Dağlıq və düzənlik, amma ümumilikdə çox hissəsini dağlıq tutur. Bu ərazidə dağlıq tutur. Dağlıq landşaft, yəni yer tutur. Və xarici ölkələrin heç birinə çıxışı yoxdur. Bu ərazinin özəlliyi ondan ibarətdir ki, digərlərinin xarici ölkəyə hardasa çıxışı var, amma Şamaxının yoxdur, düzdür, Abşeron, Qobustanında yoxdur, amma heç olmasa Xəzər dənizdə çıxışı var. Bu amma heç bir yerə çıxışı olmayan bir fiziki rayonumuzdur. Şabaldır. Dedik ki, qəhvəyi dağ meşə torpaqları var, qonur dağ, qəhvəyi qonur. Dağ meşə landşaftı varsa mütləq bu iki torpaq qaçılmazdır. Qəhvəyi qonur torpaqları yadınızda saxlayın. Orta dağlıqda qəhvəyi biraz yuxarıda olacaq qonur torpaqlar. Dağ çəmən də ondan yuxarıda yerləşir, amma dağ meşə torpaqlarından aşağıda dağ çöldə şabaldı torpaqlar vardır. Biz bilirik ki, Azərbaycanlı qara torpaqlar bir buradadır, bir də Gədəbəy rayonu deyəcək. Məsələn, Şamaxıdır, İsmayıllıdır, Gədəbəydir, Xocavənddir. Bu ərazilərdə qara torpaqlar respublikamızda yayılıbdır təbii halda. Heç bir xarici ölkə çıxışı yoxdur dedik və
Suxurları bəs nə olacaq? Burada əsasən paleogen dövrün suxurları var, bir də təbaşir. Yəni burada sırf yüksək dağlıq demirik, orta dağlıq əsasən deyirik. Orta yüksək dağlıq ərazilərdə desək təbaşir dövrüdür. Nisbətən alçaq dağlıqda isə artıq paleogen dövrünün suxurlarına rast gəlinir. Gördünüz ki, burada Jura dövrünün suxurunu demədik, çünki lap yuxarı yoxdur. Hündürlüyü çox olmadığı üçün təbaşir dövrü deyirik və paleogen dövrünün, yəni Kaynozoy dövrünün paleogen erasında suxurları, daha doğrusu Kaynozoyun paleogen dövrünün suxurları da mövcuddur burada. Bir də təbaşir dövrü var. Bu da Mezozoy erasına aiddir. Deməli, Kaynozoy erasına aid paleogendir, Mezozoy erasına aid təbaşir dövrünün suxurları vardır. Daha sonra Pirqulu dövlət qoruğu var burada. Pirqulu dövlət qoruğu. Biz bayaqları Şahdağ Milli Parkından danışdıq. Hansı fiziki rayonda yerləşdi? Orasını dedik. Bir də Pirqulu dövlət qoruğu da məhz Şamaxı bölgəsinə düşür, Dağlıq Şirvana düşür. Sonra Sumqayıt çayı, Pirsaat, Ağsu, Girdiman kimi çayların mənbəyidir. Məhz buradan başlayır uşaqlar. Sumqayıt, Pirsaat, Ağsu və Girdiman çayı. Yəqin ki, çaylar mövzusunda da biraz çətinlikləriniz var. Çalışacağım o mövzu ilə bağlı da slayd hazırlayım sizlərə. Növbəti dərsimiz, daha doğrusu fiziki rayonumuz Abşeron Qobustan fiziki rayonudur. Baxaq görək burada bunun haqqında nə deyə bilərik uşaqlar. Yəni aydın şəkildə birinci onu deyə bilərik ki, Xəzər dənizinin sahilində yerləşir. Və quru iqlimdir, arid denitasyon relyefdir. Yarğan qobu şəbəkəsi, yarğan qobu, bedlend. Bedlend bilirsiniz ki, pis torpaqlardır, yararsız, əkinə yararsız torpaqlardır. Bedlend mütləq bu sözləri deməliyik. Xəzər sahilində olduğu üçün abrazyon yəni dalğaların yaratdığı relyef formalarıdır. Abrazyon relyef formalarına rast gəlinir. Daha sonra torpaq olacaq. Yarımsəhra olduğu üçün boz-boz qonur torpaqları. Və burada bayaq dediyim kimi yay otlağı var idi, bir qış otlağı var idi. Abşeron Qobustan sırf qış otlağı da, çünki qışı mülayim keçir. Sual ola bilər ki, niyə görə Abşeron Qobustan qış otlağı kimi istifadə olunur? Çünki qış mülayim keçir, ona görə də qış otlağı kimi istifadə edilir. Torpaqlar olacaq boz qonur torpaqlar, yarım səhradır. Suxurları isə olacaq uşaqlar Kaynozoyun, paleogen, neogen və antropogen. Üç dövrün üçü də var. Əsasən də 4-cü dövr suxurları geniş yer tutur. Və sonra faydalı qazıntı olaraq bilirik ki, neft qazı ilə tanınır. Bütün Azərbaycanda tanınır neft qazı ilə Abşeron Qobustan. Torpaqlar ona görə də burada çox çirklənibdir və ona görə də həmin torpaqların bərpaya ehtiyacı var. Yəni rekultivasiyaya ehtiyacı var. Rekultivasiya bərpa deməkdir. Həm də deyirik ki, burada uşaqlar landşaft olaraq texnogen landşafta da rast gəlinir. Texnogen, yəni belə deyək də antropogen landşaft, insanın yaratdığı landşaftdır. Masazır, Böyük Şor, Binəqədi kimi böyük şor gölləri vardır. Və buradan da duz əldə edilir. Deməli, bura haqqında nə dedik? Uşaqlar Xəzər dənizinin sahilində yerləşir. Çaylar haqqında deyəsən demədim, yoxsa çaylar yayalarını quruyur, çünki yarım səhrada yerləşdiyi üçün çayları yayalarına quruyur. Torpaqları boz-boz qonurdu. Burada yay otlağı deməyəcək və yaxud hansı bir əkinçilik deməyəcək. Burada qış otlaqları kimi istifadə olunur. Suxurlardan paleogen, neogen və antropogen, artıq burada biz Jura təbaşir demədik. Paleogen, neogen, antropogen, yəni Kaynozoy erasının suxurlarını deyəcəyik. Sonra Xəzər su itisi Abşeron qoruğunda saxlanılır, qorunur daha doğrusu. Sonra faydalı qazıntısından dedik ki, neft qaz ehtiyatlarında zəngindir, ona görə də torpağı çirklənib. Desək ki, Azərbaycanda rekultivasiyaya ehtiyacı olan torpaqlar hansı fiziki rayondadır? Biz Abşeron Qobustanı birinci şəkildə mütləq deməliyik. Və digərləri, yəni gölləri də dedik, Masazır, Böyük Şor, Binəqədi kimi göllərindən duz əldə edilir. Növbəti vilayətimiz Kürçökəkli vilayətidir. Gəlin indi onun haqqında ümumi məlumatımıza baxaq. Daha sonra keçək ayrı-ayrı fiziki rayonlarına. Kürçökəkliyi Böyük və Kiçik Qafqaz dağları arasında Acınöhür Ceyrançöl alçaq dağlığından, yəni 1100 metrdən. Acınöhür Ceyrançöldə hündürlük 1100 metrdir. Ona görə də biz Kürçökəkliyini çox aşağıdan, hətta okean səviyyəsindən ancaq aşağıda təsəvvür edə bilmərik. Xəzər sahillərinə qədər -27 metrə qədər gedir, ancaq Acınöhür Ceyrançöldə hündürlük 1100 metrə qədər qalxır. Ona görə bu ərazinin ən hündür nöqtəsi 1100, ən aşağı nöqtəsi -27 metr götürüləcək. Vilayətin relyefi və tektonik quruluşu çox sadədir. Çünki düzənlikdir də, bütövlükdə demək olar ki, düzənlikdən ibarətdir. Əsasən hamar düzənlikdir. Səthi Kaynozoyun 4-cü dövr çöküntülərlə örtülmüşdür. Acınöhür Ceyrançöl alçaq dağlığında neogen suxurları, yəni
Diqqət eləsək, mütləq deməli Kür çökəkliyində Neogen dövrünün süxurları da var. Kaynozoy daha çox olsa da, Kaynozoyun 4-cü dövrü olsa da, burada Acınahur Ceyrançöl alçaq dağlığı yerləşdiyi üçün bu ərazidə Neogen dövründə süxurları yayılmışdı və qərbində gətirmə konusları, şərqində isə dəniz çöküntüləri üstünlük təşkil edir. Vilayətdə çay şəbəkəsi seyrəkdir, düzənlikli deyə çay şəbəkəsi seyrəkdir. Küraraz və onların qollarıdır əsas çaylar. Burada deməli yeraltı sular səthə çox yaxın yerləşdiyi üçün uşaqlar arteziyan minerallaşmış quruntular çoxdur. Suvarma tələb olunduğu üçün su anbarları və kanallar yaradılmışdır. Kollektor drenaj şəbəkəsindəki aydın məsələdir nə deməkdir? Yəni orada olan yeraltı suları çəkib Xəzər dənizinə tökmək üçündür. Kollektor drenaj şəbəkəsi bunun haqqında çox məlumat verə bilərik, çox şey deyə bilərik. Məsələn, rütubətlənmə əmsalı desə, düzənlik ərazi olduğu üçün rütubətlənmə əmsalı 0,3, yəni vahiddən aşağıda mütləq deyəcəyik. Və yaxud da ki, iqlimi desək, burada yarım səhradan, qışı quraq keçən mülayim isti iqlimə qədər hər şey deyə bilərik. Və yaxud da yağıntının miqdarı 200-400 mm-dir, yağıntı, yəni buxarlama qabiliyyəti 1200 mm-dir. İllik temperatur Kür çökəkliyində ümumiyyətcə 14-15 dərəcə arasında da 14-14,5 dərəcə deyək, arasında dəyişir. Əsas çaylar dedik ki, Kür Araz onların qollarıdır. Burada müxtəlif mənşəli gölləri var, xüsusilə də axmaz göllər yerləşir. Bunların hamısı haqqında ayrı-ayrı məlumatımızı əldə edəcəyik. Gəlin, baxaq. İlk fiziki rayonumuz Küdrü Şirvandır. Deməli, Küdrü Şirvan, Şirvan düzünün şimal hissəsini əhatə edir. Şirvan çaylarını gətirmə konusu bu fiziki rayonda yerləşir. Gətirmə konusu olan fiziki rayonlarımız deyəndə, məsələn, birində Küdrü Şirvan deyəcək, Şirvan düzü, çünki gətirmə konusuları var. Bu fiziki rayon ərazisində yerləşir. Torpağı olacaq, torpağını özəlliklə deyirəm ki, yəni ən çox düşən suallar bu şəkildə düşür ki, boz çəmən, açıq şabaldı torpaqlardır burada əsasən və suvarma şəraiti. Hansısa əkinçilik ediriksə, mütləq burada suvarma şəraitində olmalıdır və quru subtropik meyvəçilik inkişaf etdirilir. Bəs suxurları nə olacaq? Düzənlik olduğu üçün suxurları da 4-cü dövr suxurlarıdır. 4-cü dövr suxurları varsa, düzənlik deyiriksə, deməli iqlimi də yarım səhra və quru çöl iqlimi olacaqdır. Baxın, bura haqqında nə dedik? İqlimi yarım səhra, quru çöl, torpaqları boz çəmən, açıq şabaldı torpaqlardır. Bura üçün özəllik hər hansı bir relyef xüsusiyyəti desək, gətirmə konusu deyəcəyik. Çünki Şirvan çayları burada gətirmə konusu yaradır və 4-cü dövrün, Kaynozoyun 4-cü dövrü suxurlarına rast gəlinir. Növbəti fiziki rayonumuz Küraraz. Bu isə mərkəzdədir. Gördüyünüz kimi cənubdan, baxın, cənubdan İranla, şərqdən isə Xəzər dənizi ilə sərhəddə yerləşir. Küraraz ovalığı ümumiyyətcə qərbdən şərqə doğru ərazisi genişlənir. Görürsünüz, bu hissədə dardır, amma şərq hissədə şərqə doğru Xəzər tərəf həm hündürlüyü alçalır, həm də genişlənir. Ona görə də həmin ərazidə bəzi hissələri var ki, çox hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Bəs iqlimindən danışsaq, buranın iqlimi yarım səhra quru çöldür. Bəs iqlimi budursa, onda torpağı nə olacaq? Boz çəmən, boz qonur, yenə də açıq şabaldı torpaqlar deyə bilərik uşaqlar. Bura əkinçilik rayonumuzdur. Biz bilirik ki, quru subtropik bitkiçilikdir, əkinçilikdir, pambıqçılıq rayonumuzdur. Bostan bitkiləri burada ən çox əkilir və əkinçilik olduğu üçün təbii ki, əkinçilik suvarma şəraitində olacaq. Çünki yarım səhradır, boz qonur torpaqlardır. Bunları mütləq suvarma olmadan heç bir əkinçiliklə, yəni heç bir əkinçilikdən danışa bilmərik. Suvarma olmasa, irriqasiya olmasa, əkinçilikdən danışa bilmərik bu ərazidə. Çünki yarım səhra quru çöldür. Yağıntılar əsasən bilirik ki, qış aylarında düşür. O da az miqdardadır. Ona görə ki, yay, qış ümumiyyətcə burada irriqasiyadır, suvarma şəraitindədir. O qədər ki, əkinçilik, o qədər suvarma olur ki, burada şoranlaşmaya məruz qalır torpaqlar. Ona görə də həmin torpaqlarda deməli meliorasiyaya ciddi ehtiyacı var. Burada kollektor drenaj şəbəkəsi, bayaq dedim, kollektor drenaj şəbəkəsinin məqsədi nədir, vəzifəsi ondan ibarət ki, quruntu sularını aşağı salır səviyyəsini, quruntu sularını çəkir, torpaqları duzdan təmizləyir və münbitləşdirir torpağı biraz da olsa. Və akkumulyativ düzənlikdir, bilirik ki, xəritədə yaşıl rənglə göstərilən ərazilərə demişdik ki, akkumulyativ düzənlikdir, toplanma nəticəsindədir. Səthi başdan başa Kaynozoyun 4-cü dövr çökmə suxurlarla örtülmüşdür. Ümumiyyətcə, burada hansısa bir suxurdan danışmayacaq, ancaq Kaynozoyun 4-cü dövr çökmə suxurları var burada. Sonra burada uşaqlar Kürün solunda Şirvan, cənub-şərqi Şirvan düzənlikləri var. Sağında Qarabağ, Mil, Muğan, Salyan düzənlikləri var. Yerlərini fiziki xəritədən də tapa bilərsiniz. Şirvan, cənub-şərqi Şirvan. Bu hissədə isə Mil, Muğan və Salyan düzənliklərinə rast gəlinir və bu ərazinin yəni ən iri oroqrafik vahidləridir.
Sonra uşaqlar burada hansı faydalı qazıntıdan rast gələ bilər, yəni danışıla bilərik. Yenə də neft qaz ehtiyatları var. Muradxanlı və Mollakənd İmişlidə və Kürdəmirdə yerləşir. Bilirsiniz ki, Salyanda, Neftçalada neft rayonları var, neft yataqları var. Neftçalada isə yodlu, bromlu, yodu brom yatağı var burada, yodlu, bromlu sular var. Daha sonra bu haqda nə deyə bilərik bu ərazi haqqında? Qış otlaqlarıdır. Bayaq dedik ki, əkin olmayan hissələrində əsasən qış otlaqları gedir, yay otlaqları deyə bilmərik. Yayda bu ərazilərdə insan belə dayana bilmir, qalsın ki, heyvandarlıqla məşğul olsunlar. Deməli, Yuxarı Şirvan, Yuxarı Qarabağ, Başmil, Başmuğan kanalları var bu ərazilərdə yerləşir. Yəni, Yuxarı Şirvan, Şirvan düzünü, Yuxarı Qarabağ burada və Başmil, Başmuğan kanalları vasitəsilə bu ərazilər suvarılır. Torpaqlar suvarılır. Suvarılma olmadan heç bir əkinçilikdən söhbət gedə bilməz bu ərazidə. Həmçinin uşaqlar Ağgöl var, Qızılağac Milli Parkı var, qoruğu var, Şirvan qoruğu var bu ərazidə. Qoruqlar, milli parklar okean səviyyəsindən aşağıdadır. Ağgöl ümumiyyətcə Ağcabədi, Beyləqan rayonlarının ərazisində yerləşir. Daha sonra burada nə danışa bilərik bu haqda? Mən düşünürəm ki, heç bir şey qalmadı. Bir də Sarısu gölü İmişli rayonundadır. Ağgöl dedik. Ağgöl olaraq Ağcabədidədir, amma qoruq olaraq Ağcabədi, İmişli, Ağcabədi, Beyləqan rayonları arasında yerləşir. Və qış otlağından danışdıq, kanallarından danışdıq və s. Növbəti Qazax Qarabağ. Gələn baxaq Qazax Qarabağda nə deyə bilərik uşaqlar? Qazax Qarabağ, ilk öncə baxaq ki, xarici ölkəyə çıxışı varmı? Bəli, xarici ölkəyə çıxışı var. Və tranzit çaylar var burada. Tovuz çay, Ağstafa çay tranzitdir. Tranzit yəni başlanğıcını başqa bir ölkədən götürən çaylara deyilir. Tranzit çaylardır. Bəs hər biri haqqında bax torpağa xüsusi vurğuladım ki, torpağını bilməliyik. Torpağı burada şabaldı torpaqlarda quru çöllər bütöv əmələ gətirir. Şabaldı torpaqlardır, quru çöllərdir. Sonra burada yarımsəhra quru çöl iqlimi hakimdir. İqlim olaraq yarımsəhra quru çöldür. Torpağı, suxurları olacaq 4-cü dövrün suxurları. Bu ərazidə 4-cü dövr suxurlarına rast gəlinir. Sonra Kiçik Qafqazdan başlayıb kürə tökülən çayların gətirmə konusları. Bu da həmçinin bax, deməli, Gəncə Qazaxdır, Mir Qarabağdır. Bu düzənliklərdə ümumiyyətcə Qarabağdır, Mildir. Bu düzənliklərdə deməli, Azərbaycanın ümumiyyətcə gətirmə konusları biz bayaq da dedik ki, bax, Qanıq Əyri çaydır, Şirvandır, sonra Gəncə Qazaxdır, Qarabağdır. Yəni, burada gətirmə konuslarına daha çox rast gəlinir. Bu da həmin əraziyə uyğun gəldiyi üçün, deməli, biz deyəcəyik ki, deməli, Qazax Qarabağ fiziki rayonunda da gətirmə konuslarına rast gəlinir. Deməli, nə oldu? Quru çöllərdir, torpağı şabaldır, iqlimi yarımsəhra quru çöldür, gətirmə konuslarına rast gəlinir. Çünki Kiçik Qafqazdan kürə tökülən çaylar kürlə qovuşdu hissədə bu ərazidə, deməli, gətirmə konusu yaradacaq. Sonra Qanıq Əyri çayı baxaq uşaqlar. Qanıq Əyri çayı yetər qədər maraqlı bir fiziki rayondur. Nəyə görə? Yəni, özünə məxsus bir neçə xüsusiyyətlərini deyəcəyik burada. Özünə məxsusluğu odur ki, burada ilk öncə iqlimi, Kürəraz ovalının digər iqliminə baxanda, digər ərazilərin iqliminə baxanda, burada qışı quraq keçən mülayimsi, yəni Kür çökəkliyinin yeganə vilayətidir ki, yeganə iqlim, mülayim isti iqlim tipi məhz bu ərazidə yayılıbdır. Digərlərinin heç birində mülayim isti iqlim yoxdur. Özdə qışı qıraq keçən mülayim isti iqlim variantı var burada. Sonra şirin quruntularıdır. Şirin quruntuları sətə yaxın yerləşdiyi üçün bayaq dediyim uşaqlar sizə ki, intrazonal landşaft, yəni düzən meşələri hansı ərazilərdə var? Biri də Qanıq Əyri çayıdır. Samur dəvəsini dedik, Qanıq Əyri çayı dedik. Burada əgər demək intrazonal landşaftdırsa, demək düzən meşələri yaranıbdır. Torpağı nə olacaq? Çəmən meşə torpağı. Harda intrazonal landşaft deyiriksə, orada çəmən meşə, məsələn Lənkəranda da çəmən meşə torpağı deyəcəyik. Qanıq Əyri çayda da deyəcəyik. Samur dəvəçidə də mütləq çəmən meşə torpağı, intrazonal landşaft, düzən meşə landşaftı yayılıb deyə bilərik. Amma şirin quruntuları sətə yaxın yerləşir. Bu ərazidə şirin quruntuları sətə yaxın yerləşir. Qış ayları dedik ki, qışı quraq keçən mülayim isti iqlim olduğu üçün, qış quraq olduğu üçün torpaqlar, yəni suvarması qış aylarında aparılır. Xarici ölkəyə çıxışı var. Hansı ölkəyə özünüz görə bilirsiniz. Gürcüstana çıxışı var və suxurları, 4-cü dövrün çökmüş suxurları ilə örtülüb bu ərazilər. Bu haqda deməli qısaca deyək. Nə oldu? Qanıq Əyri çay qışı quraq keçən mülayim isti iqlimdir. Torpaqlar qış aylarında suvarmaya ehtiyac olur. Daha sonra şirin quruntuları sətə yaxın yerləşir. Xarici ölkəyə çıxışı var və 4-cü dövrün çökmə suxurları geniş yayılıbdır. Növbəti fiziki rayonumuza baxaq.
Ceylançıl Acınoxur. Ceylançıl Acınoxur bu da həmçinin xarici ölkəyə çıxışı var uşaqlar. Özünüz görürsünüz bunları. Və Kürçökəkli vilayətinin ən hündür nöqtəsi burada yerləşir. Acınoxur Ceylançöldə bayaq dedik ki, 1100 metr hündürlükdə ən hündür nöqtə burada yerləşir. İqlimi yarım səhra quru çöldür. Torpağı şabaldıdır. Burada quru çöllər olduğu üçün torpağı şabaldı torpaqlardır. Özü də tün şabaldı. Ərazisində həm şirin, həm də şor sulu göllər var. Şirin sulu göl olaraq Candar gölü götürə bilərik. Şor sulu göl olaraq Acınoxuru nümunə gətirə bilərik uşaqlar. Arid denudasyon, bayaq Abşeron Qobustanda da arid denudasyon demişdik. Bu ərazi üçün də xarakterlikdir. Arid denudasyon relief forması deyiriksə, yarğan, qobu, bedlendi mütləq qeyd eləməliyik. Mütləq bayaqları arid denudasyon dedim, yarğan, qobu, bedlend dedim. Burada da yenə həmçinin. Sonra ən mühüm qış otlaqlarıdır. Qış otlaqları yəni burada nəyə görə yaxşıdır? Sual olur ki, yəni topluda da var o sual ki, niyə görə burada ən mühüm qış otlağıdır? Çünki qış mülayim keçir, həm də təbii yem bazası var. Sırf testin cavabıdır. Bunu yadınızda saxlayın. Və dedik ki, bu ərazidə Acınoxur gölü 107 metr hündürlükdə yerləşir. Candar gölü isə 380 metr hündürlükdə yerləşir. Sonra Qarayazı meşələri, bilirik ki, Tuğay meşələri Qarayazı qoruğunda qorunur. Eldar Şamı isə Eldar Şamı qorunur. Eldar Şamı meşələrində, yəni Eldar Şamı qorunur. Türyançayda isə ardıc, saqqız ağacları qorunur. Sonra Acınoxur Ceylançöldə suxurları desək, burada Neogen dövrünün suxurları geniş yayılmışdı və palçıqlı sellər yaradır. Quru ərazi olduğu üçün palçıqlı sellər yaradır. Burada hansı əkinçilikdən söhbət getmədi? Gördüyünüz kimi ancaq heyvandarlıqdan danışdıq. O da qış otlağı kimi istifadə olmasının səbəbi odur ki, qışı mülayim keçir, təbii yem bazası var uşaqlar. Bu sözü yadınızda saxlayın, bir yerə qeyd edin. İşləməyənlər qarşısına çıxacaq. İşləyənlər də artıq bilir mən nədən söhbət edirəm, yəni nədən söhbət gedir. Bunu artıq bilirsiniz. Topluda hansı sualdır? Bəlkə də nömrəsi ilə bilən uşaqlar belə var. Deməli, nə dedik bunun haqqında? Dedik ki, xarici ölkəyə çıxışı var. Ən hündür nöqtə, Kürçökəkliyin ən hündür nöqtəsi məhz buradadır. Sonra torpaqları, iqlimi yarımsahil quru çöldür deyə torpağı şabaldı torpaqlar, tünd şabaldı torpaqlar var burada. Orasını qeyd edin. Arid denudasyon bayaq dedik. Arid denudasyon relief formaları varsa, deməli yarğan, qobu, bedlendin burada olması qaçınılmazdır. Bir də qış otlağıdır dedik. Sonra Qarayazı, Eldar Şamı və Türyançay qoruqları məhz bu ərazidə yerləşir. Bir də Neogen dövrünün suxurları var. Neogen dövrünün suxurları bu ərazidə yayılıbdır. Növbəti fiziki rayonumuz Araz boyu. Deməli, Kür Arazın ən sonuncu fiziki rayonudur. Baxaq görək. Burada ən çox uşaqlar deyə biləcək torpağı haqqında deyək. Yəni, torpaq qaçınılmazdır. Torpağı boz çəmən, iqlimi yarım səhra quru çöldür. İqlim yarım səhra olduğu üçün də elə torpaqları boz çəmən torpaqlardır. Hansı düzənlikləri yerləşir burada? Arazboyu düzənliklərdən adı üstünə, yəni Arazboyu deyilməyinin də səbəbi odur ki, burada qəyən incə hərami düzənlikləri yerləşir. Baxın, Araz sahillərində və burada Milmuğan su qovşağı yerləşir və torpağı dedik ki, boz qonurdur. İqlimi yarım səhradır. Və nə deyəcək burada uşaqlar? Bir də Köndələn çayın mənsəbi də bu fiziki coğrafi rayonunda yerləşir. Qəyən incə hərami düzənliklərdə yerləşir və Köndələn çayın mənsəbi bu fiziki coğrafi burada bilirik ki, Füzuli rayon ərazisində yerləşir. Köndələn çayın mənsəbi. Sonra keçək digər fiziki rayonumuza, vilayətimizə, daha doğrusu Kiçik Qafqaz vilayəti. Bunun haqqında ümumi nə deyə bilərik? Ümumiyyətcə, Kiçik Qafqaz vilayəti Kiçik Qafqaz dağ sisteminin cənub-şərq hissəsidir. Ən yüksək hissəsi Azərbaycan daxilində söhbət gedir. Murov dağ silsiləsidir, Qamış dağ zirvəsidir. 3724 metr. Çalışın hündürlükləri əzbərləyin. Kiçik Qafqazda hansı dövrün suxurlarına ən çox rast gəlinir? Alt paleozoy, mezozoy, kaynozoy. Yəni Azərbaycanda ən qədim suxurlardan biri də alt paleozoy yaşlı suxurlardır ki, bu da yəni həm də Tovuz rayonu Zəyimçay, Əsrikçay hissəsində bilirik ki, səthə çıxır. Bir də mezozoy dövrü var. Dağlıq olduğu üçün mezozoyun Euro-Təbaşir dövrünün suxurları var. Bir də Kaynozoyun dördüncü dövr vulkanik suxurları var. Vulkanik yaylada bunları qarşıda keçəcəyik. Və iqlim göstəriciləri yüksəkliyə doğru, yəni iqlim göstəriciləri yüksəklik üzrə dəyişir. Yəni alçaq dağlıqdan yüksək dağlığa doğru dəyişir. Təbii məsələdir. Orta illik temperatur 10 dərəcə ilə 0 dərəcə arasında dəyişir. Burada da yağıntıların orta illik miqdarı 400-1000 mm arasında dəyişir. Kiçik Qafqazda hansı torpaqlar var uşaqlar əsasən? Deməli, şabaldı, qara, qəhvəyi meşə, qonur meşə və dağ çəmən torpaqları geniş yayılmışdır.
Deməli, ərazidə dağ çöl, dağ meşə, dağ çəmən və subnival landşaft tiplərinə rast gəlinir. Dağ çöl landşaftından tutmuş subnivala qədər rast gəlinir. Burada nival demirik, çünki hündürlük Böyük Qafqaz dağlarındakı kimi, yəni 4000-i keçən zirvələr yoxdur deyə nival landşaftı demirik bu ərazi üçün. Həmçinin deyə bilərik ki, məsəl üçün burada sönmüş vulkanlar var, yaylada sönmüş, qaliba vulkan yaylası burada yerləşdiyi üçün sönmüş vulkanlar var, hündür zirvələrinə rast gəlinir. Sonra seismik cəhətdən fəaldır. Maqmatik suxurlar səthə yaxın yerləşir. Ona görə maqmatik suxurlar olduğu üçün də filiz faydalı qazıntılarla zəngindir bu fiziki rayonumuz deyə bilərik. Vilayətimiz söhbət Kiçik Qafqazdan gedir. İndi ayrılıqda fiziki rayonlar haqqında gəlin məlumatımızı alaq. İlk öncə Gəncədən danışacağıq. Gəncə digər rayonlarda qeyd etdiyim kimi dağlıq olanda xüsusilə qeyd edirəm ki, dağlıq rayondur. Hansı xüsusiyyətlər o birlərində varsa, dağlıq olduğu üçün buna da aid edə bilərik. Müəyyən şeyləri burada aid. Məsəl üçün, dağ olduğu üçün dağ meşə, qəhvəyi və qonur dağ meşə torpaqları var. Dağlıq olduğu üçün dağ çəmən torpaqları var. Yəni hündürlük çox olduğu üçün bu torpaqlara rast gəlinir. Sonra Gədəbəy, Daşkəsən rayonları ərazisində bayaq dediyim kimi qara torpaqlara geniş qara torpaqlar var. Yəni qara torpaqlar yayılıb bu ərazilərdə. Qara torpaqlar bilirik ki, Azərbaycanda yəni bütöv yayılmayıb, hər yerdə yoxdur. Zonallıq yaratmır, ancaq topa formada bəzi rayonlarımızda var. Deməli, Gəncə ümumiyyətcə dağlıq rayondur və faydalı qazıntılarla zəngin, filiz faydalı qazıntılarla zəngindir. Ona görə də buranı nə adlandırırlar? Azərbaycanın Uralı adlandırılır. Kitabdan kənara heç bir söz deməyəcəm, çünki ehtiyac yoxdur. Yəni hansı sual düşürsə, onsuz ki, kitabdan düşür. Uşaqlar çalışın, kitabın sözləri ilə əzbərləyin, öyrənin. Öz dilimdə deyəcəm, necə deyim, asanlaşmış formada deyə bilərəm, amma kitab sözləri olacaq, çünki kənardan hansı bir söz deməyin heç bir mənası yoxdur. Kənardan heç yerdən düşmür. Kitabda nələr var, ancaq onlardan düşür. Deməli, Azərbaycanın Uralı adlandırırlar. Buranı nəyə görə? Çünki filiz faydalı qazıntılarla zəngindir. Bəs nəyə görə? Sual versələr ki, niyə görə Kiçik Qafqazda filiz faydalı qazıntılar daha çoxdur Böyük Qafqaza baxanda? Çünki burada maqmatik suxurlar geniş yayılıb. Deməli, Daşkəsəndə hansı faydalı qazıntılar desək, Daşkəsəndə dəmir filizi var, alünit var, Gədəbəydə mis var, qızıl var. Bu ərazilərdə özəl hesab edin. Sonra iqlimi, burada hansı iqlimlər var? Demişəm, uşaqlara da bunu öyrənməkdə xüsusi köməklik edir ki, burada yay sözü deməyəcək, ancaq qışı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən soyuq iqlim və dağ tundra. Kiçik Qafqaz dağlarında yay quraq keçən sözü deməyəcək. Ancaq burada qışı quraq keçən sözü deyəcək. Bir ərazidə var yay quraq keçən, onu da bildirəcəm sizə. Deməli, Daşkəsəndə nə oldu? Dəmir filizi, alünit yataqları var, Gədəbəydə mis var, qızıl yataqları var. Qışı quraq keçən mülayim isti iqlim var, qışı quraq keçən soyuq və dağ tundra iqlimi var. Meşələr, daha doğrusu torpaqları nə olacaq? Landşaftı olacaq. Qəhvəyi dağ meşə, qonur dağ meşə və dağ çəmən torpaqları var burada. Dağ meşə landşaftı olduğu üçün həmin torpaqlar mütləq deyilməlidir. Dağ qara torpaqlar var topa formada Gədəbəy və Daşkəsən rayonlarının ərazisində. Bəs yaxşı, hansı suxurlar? Bayaq qeyd elədik ki, alt paleozoy yaşlı suxurlar məhz buradadır. Azərbaycanın ən qədim alt paleozoy yaşlı suxurları bu ərazidə yerləşir. Tovuzda, Zəyimçay, Əsrikçay bölgəsində mütləq onu qeyd edirsiniz uşaqlar. Sonra burada uçqu mənşəli Maralgöl və Göygöl burada yerləşir. Bəlkə də bir çoxlarınız görmüsünüz. Çox maraqlı, çox gözəl, əsrarəngiz görünüşü var həmin göllərin. Göygöl meşə qurşağında, amma Maralgöl meşə qurşağından yuxarıda yerləşir. Yəni subat qurşaqda yerləşir. Bu sözü mütləq qeyd edin, çünki topluda bu sual var. Bu sualın cavabını məhz bu sözünə tapa biləcəksiniz. Deməli, Göygöl meşə landşaftındadır, meşə qurşağındadır. Ancaq Maralgöl meşə landşaftından yuxarıda yerləşir. Subatda, subalt qurşaqda yerləşir. Bəs Göygöldə nə qorunur desək, Göygöldə qarmaqvari şam və xallı maral qorunur. Bu qədər Gəncə haqqında. Gəncə nə oldu? Dağlıq oldu. Bir də Gəncənin xarici ölkəyə çıxışı var. Keçdik Dağlıq Qarabağa. Qarabağ haqqında nə deyə bilərik? Dağlıq ərazidir, adı üstündə dağlıq ərazidir. Bu ərazidə də yenə də yay quraq keçən sözü deməyəcəyik. Gəncə haqqında nə demişdik? Gəncədə dedik, qışı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən soyuq və dağ tundra, eynisini Dağlıq Qarabağ üçün də deyəcəyik. Kiçik Qafqaz vilayətində bütün fiziki rayonlarla sərhədə malikdir. Bayaqları mən Qonaqkənd haqqında demişdim. Bayaq burada Qonaqkəndi dedik ki, biz bütün fiziki rayonlarla Böyük Qafqaz daxilində bütün fiziki rayonlarla həmsərhəddir. Burada da Dağlıq Qarabağ Qonaqkənd kimidir. Bütün fiziki rayonlarla sərhədə malikdir, təbii də malikdir. Sonra burada polimetal filiz yatağı var. Adı da mehmana, bilir ki,
Tursu Şırlan, Şuşada mineral bulaqları var. Ən hündür zirvəsi isə Böyük Kirsli Qarabağ silsiləsinin ən hündür zirvəsi 2725, 2725 asan rəqəmdə öyrənmək üçün də 2725 metr Böyük Kirsli. Sonra torpaqları meşə olduğu üçün torpağı nə olacaq? Yenə də qəhvəyi qonur dağ meşə və yuxarıda isə dağ çəmən landşaftı bir-birini əvəz edəcək. Deməli nə dedik? Həm Gəncə, həm Dağlıq Qarabağ haqqında ikisi də dağlıqdır. Dağlıq olduğu üçün deməli dağ meşə, qəhvəyi dağ meşə də var, qonur dağ meşə də var, dağ çəmən landşaftı var hər ikisində. Burada indi Qarabağ haqqında deyək. Qarabağ fiziki rayon olaraq hamısı ilə həmsərhəddi. Kiçik Qafqaz daxilində Mehmana filiz yatağı burada yerləşir, Polimetal filiz yatağı burada yerləşir. Şuşada Tursu Şırlan bu əraziyə düşür, Dağlıq Qarabağ ərazisinə düşür və çaylardan da bu silsilədə Qarqar, Xaçın, Köndələn çaylar məhz buradan başlayır. Bu silsilədən başlayır. Yəni Qarabağ silsiləsindən başlayır. Daha sonra vulkanik yayla. Vulkanik yayla da yenə dağlıq ərazidir, dağlıq ərazini əhatə edir. Xarici ölkəyə çıxışı var. Göründüyü kimi ən hündür zirvəsi, vulkanik yaylanın ən hündür zirvəsi Dəli dağdır. 3616 metr buradadır və bir sıra adından da məlum olduğu kimi bir sıra vulkanlar var, amma sönmüş vulkanlardan söhbət gedir. Burada fəaliyyətdə olan heç bir vulkan yoxdur. Adlarını çəksək Gəlinqaya, Qızılboğaz, Böyük Işıqlı, Pəriçınqıl, Ayçınqıl kimi vulkanların adları da deyə bilərik. Vulkanik suxurlar burada üstünlük təşkil edir. Və suxur inversiyası desək, Azərbaycanda suxur inversiyası desək, uşaqlar vulkanik yaylanı nümunə gətirə bilərik. Bəs bu nə deməkdir? Suxur inversiyası nə deməkdir? Onu nəzərinizdə çatdırım. İnversiya, yəni hündürlüyə doğru suxurların yaşının azalması. Yəni əslində hündürlüyə doğru suxurların yaşı artmalıdır, amma vulkanik yaylada hündürlüyə doğru suxurların yaşı azalır, cavanlaşır da belə deyək. Vulkanların olduğu üçün həmin ərazidə vulkanik yayda 4-cü dövrün vulkanik suxurlarından təşkil olunduğu üçün həmin ərazidə hündürlüyə doğru geoloji yaş azalır. Bax bu suxur inversiyasını yadınızdan çıxarmayın, qeyd edin. Daha sonra burada yeraltı sularına qidalanır çayları, onu deyə bilərik. Bəs iqlimindən nə danışaq? İqlimi qışı quraq keçən soyuq və dağ tundradır. Burada daha hündürdə yerləşir deyə. Qışı quraq keçən soyuq, dahi burada qışı quraq keçən mülayim isti iqlimi demədik. Qışı quraq keçən soyuq və dağ tundra iqlimi var. Vulkanik yayda bəs hansı çəmənliklər var? Subalp alp çəmənliklərinə rast gəlinir və subalp alp çəmənliklərinin adını harda çəkirik-sə, yay otlaqları mütləq deyilməlidir uşaqlar. Yay otlaqları kimi, çünki burada kənd təsərrüfatında əkinçilik inkişaf eləyə bilməz. Ancaq heyvandarlıq, o da yay otlağı kimi istifadə edilə bilər. Torpağı bəs subalp alp çəmənliklərin torpağı nə olacaq? Təbii ki, çimli, torflu, ibtidai torpaqlardır. Bayaq dedik, bunu dəfələrlə adını çəkmişik. Ona görə deyirəm ki, diqqətlə qulaq assanız, sizə çox pratik gələ bilər bu dərs, çox asan gələ bilər. Çünki bir çoxları bir-birlərinin eynidir. Sadəcə olaraq hər birinin özəlliyi var ki, məsələn, hansında hansı göl yerləşir və yaxud da ki, hansı deyək ki, faydalı qazıntı yatağının adı fərqli ola bilər və s. və lahir. Yəni çoxsu bir-birlərinə bənzəyir, çox şey də bir-birlərinə bənzəyirlər. Qruplaşma yolu ilə tez-tez öyrənə bilərik. Bir də vulkanik yayladan Qaragöl qoruğu məhz bu ərazidə yerləşir. Sonra Böyük Alagöl, Kiçik Alagöl tektonik göllər var. Qaragöl vulkanik göldür, burada yerləşir. Və bu göllər, uşaqlar, bilir ki, vulkanik göllər şirin suludur, axarlı göllərdir. Bir də göllər, həmin göllər meşə qurşağından yuxarıda yerləşir. Yəni subalp alp çəmənliyində yerləşir. Bayaqlarda demişdim ki, Göygöl meşə qurşağı landşaftındadır, amma Maralgöl meşədən yuxarıda subnivalda yerləşir. Sonra keçək nəyə? Həkəriyə. Həkəri haqqında nə deyə bilərik? Həkəri Kiçik Qafqazın cənub-şərq hissəsini əhatə edir, yerində görə bilirik. İki ölkə ilə həmsərhəddir. Həm İran, həm Ermənistanla həmsərhəddir. Ona görə bu iki ölkə ilə həmsərhəddə yerləşir. Bu sözü qeyd edirəm xüsusilə ki, yəni digərlərindən fərqli olaraq iki ölkə ilə həmsərhəddir. Bəs yaxşı, iqlimi nədir? İqlimi qışı quraq keçən mülayim isti iqlimdir. İqlimi qışı quraq keçən mülayim isti iqlimdir. Torpağı şabaldı və dağ meşə torpaqlardır. Ərazisindən Bəsitçay, Həkəri, Oxçuçay çayları keçir. Bilir ki, Oxçuçay ən çirklənmiş və tranzit olan ən çox çirklənmiş çaydır. Oxçuçay tranzitdir. Qoşqarçay isə Respublika daxilində ən çox çirklənmiş çaydır. Oxçuçay tranzit ən çox çirklənmiş çaydır. Qoşqarçay isə Respublika daxilində. Həkəri fiziki rayonunda bir də var burada Bəsitçay qoruğu, Zəngilan rayon ərazisində bilir ki, nə qorunur? Şərq çinarı. Bəsitçayda şərq çinarı qorunur və bu qədər. Deməli, torpağı oldu, iqlimi oldu, qışı quraq keçən mülayim isti iqlim, torpağı olacaq, şabaldı və dağ meşə torpaqları. Dağ meşə deyirəmsə, yenə də qəhvəyi qonur torpaqlar qaçınılmazdır, onları deməliyik, mütləq şəkildə uşaqlar. Qoruqların adlarını dedik, çayların adlarını dedik.
Ümumilikdə də yağdı 400-600 mm arasında dəyişir, onu da deyə bilərik. Sonra keçdik Orta Araz və Lənkəran. Bunların ikisini birlikdə deyəcəm uşaqlar. Orta Araz və Lənkəran, yəni ayrı-ayrılıqda bölmədim. Orta Araz vilayəti Ön Asiya dedik ki, bayaqlar dedik ki, Orta Araz vilayəti Ön Asiya fiziki ölkəsinə daxildir. Ön Asiya və 2 fiziki rayona aiddir uşaqlar. 2 fiziki rayona bölünür. Şərur Ordubad var, bir də Günnüt Qapçıq var. Şərur Ordubad Arazboy əraziləri əhatə eləyir. Şərur Ordubad, məhz bax bu ortadan xətt kəsilib onsuz ki görürsüz. Şərur Ordubad iqlimi qışı soyuq keçən yarımsəhra quru çöldür. Torpaqları yarımsəhranın torpağı nə olacaq? Boz-boz çəməndir, şabaldı torpaqlardır. Suvarımı olmadan heç bir əkinçilik mümkün deyil bu ərazilərdə. Arid dendasyon dedikmi? Dedik, məhz bu ərazi üçündür. Arid dendasyon deyiriksə Yarğan, Qobu, Berlin mütləq deməliyik. Sonra Günnüt Qapçıq isə deyəcək dağlıq ərazidir. Bu hissə Zəngəzur, Dərələyəz hissələrini əhatə edir. Bura Dərələyəz və Zəngəzur. Və burada ən hündür nöqtə Qapıcıqdır. Sonra ən qədim alt paleozoy yaşlı suxurlar məhz Günnüt Qapçıqda yerləşir. Ən qədim alt paleozoy yaşlı suxurlar. Mezozoyun da Trias yaşlı suxurları məhz Dərələyəzdə üzə çıxır uşaqlar. Bunu mütləq qeyd eləyin. İqlimi yay-quraq keçən soyuqdur. Bayaq dedim ki, Azərbaycanda heç yerdə yoxdur. Heç bir ərazidə yay-quraq keçən soyuq iqlim yoxdur. Bir dənə buradan başqa. Və dağ tundrada yenə həmçinin bu ərazi üçün xarakterikdir. Dağ tundra Azərbaycanın bütün dağlarında var. Torpağı boz, qəhvəyi dağ və dağ çəmən torpaqları var. Meşə qurşağına rast gəlinmir. Onu mütləq qeyd eləyin. Meşə yoxdur. Meşə yoxdur. Torpaqda da meşəyə aid olan torpağı çıxacaq oradan. Və sonra faydalı qazıntılarla da zəngindir. Bayaq dedik ki, bu qədər. Badamlı, Sirab, Vayxır, Darıdağ kimi mineral sularda məhz bura rast gəlinir. Bir də göllərdən də demişdik. Batabatlı, Qanlı göldür, Uçqun mənşəli göldür. Bunları demişdik. Lənkəranda da 2 fiziki rayona bölünür. Lənkəranda yenə həmçinin Talış dağları və Lənkəran ovalığına bölünür. Lənkəran ovalığı səthi 4-cü dövr dəniz və çay çöküntüləri ilə zəngindir. Sonra iqlimi desək, bayaqlar dedik, yay-quraq keçən mülayim isti iqlim. Yağıntılar yay-quraq keçək dediyi üçün qışın, yəni yağıntı əsasən ilin qış dövründə, soyuq dövründə düşür və ona görə də qışda suvarmada istifadə olunur. İsti dövründə daha doğrusu çaylarda suvarmada istifadə olunur. Çox hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. Düzən meşə landşaftı bayaq dedim, şirin quruntusuları, ancaq şirin quruntusuları səthə yaxındır. Bir də faraş tərəvəzçilik deyəcəyik uşaqlar. Çayçılıqdır, faraş da ki tez yetişən mənasındadır. Azərbaycanın tərəvəzçilik rayonlarından biri də məhz buradır. Faraş tərəvəzçilik, çayçılıq, subtropik meyvəçilik, rütubətli subtropikdən söhbət gedir. Bir də çəltikçilik var. Yay-quraq keçən mülayim isti iqlimdə əkilir. Belə Talış dağlarının haqqında nə deyəcək uşaqlar? Ən hündür zirvəsi Kömürköyüdür. İkinci zirvə Qızıyurdu zirvəsidir. Bura haqqında əlavə deyə bilərik ki, iqlimi yağıntılar bərabər payına mülayim isti iqlimdir. Sonra ən çox yağıntı Talış dağlarının ətəyinə düşür 1400-1500 mm və zonallıq, azonallıq müşahidə olunur. Yəni landşaftın pozulmasını görə bilərik. Burada bayaq dedik ki, hündürlüyə doğru yağıntıların miqdarı azalır, temperatur artır. Bu da nəyə görədir? İrandan gələn isti quru küləklərin təsiri ilə yaranır bu və ona görə də dağ ətəyi ərazilər meşədən sonra quru çöllər yaranır. Halbuki tərsinədir. Əslində çöl sonra meşə gəlməlidir. Belə uşaqlar, çaylarına da nümunə olaraq deyə bilərik Lənkəran çayı, Bolqar çayı, Biləş çayı, bunları məncə hər biriniz bilirsiniz. Suxurları mütləq qeyd etməliyik. Bayaq dedimdə ki, suxurlar paleogen yaşlı suxurlarla üstünlük hər ikisində, həm Naxçıvanda, həm Lənkəranda paleogen yaşlı suxurlara üstünlük təşkil olunur. Yəni burada daha çoxdur paleogen. Ancaq yəni Naxçıvanda qədim suxurlar da var, onu mütləq qeyd etməliyik. Qoruqlardan da ki, Hirkan Milli Parkı burada yerləşir. Hirkan Milli Parkında bilir ki, şabaltı yarpaq, palıd və dəmirağac qorunur. Belə məni dərsi sonuna qədər izlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Hər birinizə uğurlar arzuluram. Canlı dərsimizə mövzuları mütləq qeyd eləyin. Canlı dərsimizi tezliklə keçirəcəyimə söz verirəm. Hər birinizə uğurlar. Sağ olun.